İdrak liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayətçi üzrə tərəflər arasında barışıq əldə olunub. Zərər çəkmiş müəllim şagirdini bağışlayıb, barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib. Bundan başqa şagirdlə bağlı psixoloji ekspertiza rəyinin nəticələri də açıqlanıb. Həkim rəyinə əsasən şagirddə anlaqlılığı istisna eləməyən psixi pozuntu müəyyən olunub. O deməkdir ki, şəxsdə müəyyən dərəcədə psixi problemlər var, amma o törətdiyi əməli dərk eləyir, davranışlarını idarə eləmək qabiliyyətindədir. Hazırki rəyə əsasən şəxs cinayət məsuliyyətindən azad olunmur, lakin bu hal gələcəkdə cəza təyin olunarkən yüngülləşdirici amil kimi nəzərə alına bilər. Prokuror yekun ittiham aktını təsdiqlədikdən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək. Xatırladaq ki, hadisə bu ilin fevralında Bakıda yerləşən İdrak liseyində baş verib. İttihama görə 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngi ilə təhsil aldığı liseyə gələrək 29 yaşlı riyaziyyat müəllimini güllələyib. Şagird Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetiriləcəyi halda 18 yaşı tamam olmadığı üçün 10 ilə qədər azadlıqdan məhrum etmək cəzasına məhkum oluna bilər.